Əgər sən də mənsubiyyət və təsiri hal fərqləndirə bilmirsənsə, videonun sonuna qədər izlə və qeydlərini götür. Əgər I4 variantlı şəkilçi mənsubiyyət şəkilçisidirsə, biz bu şəkilçinin əvvəlinə yəli har artıra bilərik. Necə artıra bilərik? Bu sxemi yaddan çıxartmayaq. Yəli plus mənsubiyyət. Yəni, birinci yəlik hal gəlməlidir, ikinci mənsubiyyət gəlməlidir. Ona görə mənsubiyyətin əvvəlinə yəli artırırıq. Ən yaxşı yəli hallı sözümüz onun sözüdür. Mən, sən, o, biz, siz, onlar. Bu əvəzliklərin heç biri mənsubiyyət şəkilçisi qəbul eləmir. Yəni, burada gördüyünüz ın yəli halın şəkilçisidir. Biz ona görə onun sözünü artırırıq. Onun sözü də ona görə artırırıq ki, üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisi I-I-U-dur. Yəni, onun I olduğu üçün həmin bu I hərfinə biz onu artırırıq. Bunu da yadda saxlayaq. Məsələn, gəlin nümunə yazaq. Sualları xoşuma gəldi. Məsələn, əvvəlinə gəlin bu yəli hallı sözü artıraq. Onun sualları xoşuma gəldi. Yəli hal mənsubiyyət. Bəs təsiri haldırsa necə tapaq? Birinci, sözün əvvəlinə o, bu əvəzliklərini artırmaqdır. Məsələn, yazaq. Kitabı ver. Deyə bilərik ki, o kitabı ver və yaxud da bu kitabı ver. Artıra bildik. İkinci, sözün yerinə onu və bunu artırırıq. Çünki sözün özündə I-I-U şəkilçisi olur deyə onu bunu artırırıq. Məsələn, kitabı ver. Deyə bilərik ki, onu ver. Üçüncü variantımız sual variantıdır. Yəni, kimi, nəyi, haranı sualını vermək. Kitabı ver. Nəyi ver? Bu artıq təsiri halda olan sözdür. Qeydlərinizi götürün. Əminəm ki, faydalı oldu.